Salam əziz abituriyentlər, hər vaxtınız xeyir. Deməli, bu suala diqqət baxırıq. Deməli, dövri sistemə aiddir, dövri qanun və dövri sistem atomun quruluşuna aid test tapşırığıdır. Məsələ burada nədən ibarətdir? 3 element verib, A, A+1, A-2. X-i yalnız verib ki, X təsis qazdır. Biz bilirik ki, X təsis qazdır, demək heç bir kimya birləşmə əmələ gətirə bilməz. Amma burada deyir ki, X-dən Z birləşmə əmələ gətirir. Deməli, ikinci variant səhvdir. 1. Z atomu xarici elektron təmizləyicində 6 elektron varsa, tutaq ki, NS2 MP4-dür. NS2 MP4 isə bu Y ilə birləşmə əmələ gətirə bilər. Y-də belə deyək də metaldır. Çünki təsis qazdan sonra metal gəlir. Birinci, ikinci qrup elementləridir. Deməli, burada olur 1, 3, bir də 4. Cavab burada 1, 3, 4. Açıq sualın cavabı.